Sizin de internet paketiniz tez bitirsə, o zaman bu videonu yaxşıca izləyin. Bu video əsasən Android istifadəçiləri üçündür. Onlara göstərəcəyəm və bunları elədikdən sonra sizin internet paketiniz daha az gedəcəkdir. İlk öncə yuxarıdan aşağı indiririk. Yine indiririk aşağı. Burada mobil veri bölməsi var. Orada daxil oluruq. Orada veri tasarruf bölməsi var. Orada daxil olub. Əgər sizdə bağlıdırsa, elədirsə onu açıq eləyin. Onu eləmək nəyə lazımdır? Onu elədikdən sonra elə bir Instagram'da, TikTok'da biz telefonu bağladıqda elə bildik onlar bağlanır. Amma əslində onlar bağlanmır. Onlar arxa fonda işləyirlər və bizim megabaytımızı daha çox aparırlar. Onu edirik ki, arxa fonda Instagram'da, TikTok'da, WhatsApp'da heç biri arxa fonda işləməsin. Bunu elədikdən sonra biz WhatsApp'a daxil oluruq. Yəni WhatsApp'da da nöqtə bölümü var. Ora daxil oluruq. Ayarlar bölümü var. Ora daxil oluruq. Aşağı gəlib burada depolama və verilər var. Bu bölməyə daxil oluruq. Bu bölüm aramalar için daha az veri kullanır. Bu bölüm əgər sizdə aktiv deyilsə, aktiv eləyin ki, siz danışanda az megabayt geçsin. İndi isə keçək TikTok bölümündə də TikTok bölümü də eləmək olur. Orada daxil olduqdan sonra profil bölməsində orada daxil oluruq. 3 nöqtə var, orada daxil oluruq. Və ayarlar bölümü var, orada daxil oluruq. Aşağı gəlib burada veri kullanır. Daxil oluruq. Daxil oluruq. Əgər veri kodunuz sizə bağlıdırsa, onu aktiv edin. Sizə Instagram'da da göstərəcəm. Instagram'da necə eləmək olar ki, az internetimiz geçsin. Instagram'a daxil olup öz profilimizi daxil oluruq. Profilə daxil olduqdan sonra profilimizə daxil olduqdan 3 nöqtə bölümü çıxacaq. 3 xətt. Orada daxil oluruq. Oradan yenə aşağı inirik. Veri kullanımı var, media kalitesi. Burada da veri tasarrufu eləyirik. Burada da sonra Facebook'a, əgər Facebook'umuz varsa, orada da profil bölümünə daxil oluruq. Profil bölümünə daxil olduqdan sonra yenə aşağı gəlirik. Burada hücrəsel veri kullanımı var, onu eləyirik. Burada da veri tasarrufu var, onu eləyirik. Elə adam var, Facebook işlədir, elə adam var, işlətmir. Telegram bölümündə də göstərəcəyim. Telegram'a da daxil oluruq. Burada da 3 nöqtə bölümünə daxil olub, ayarlar bölümünə daxil oluruq. Və aşağı gəlirik. Aşağı gəldikdən sonra burada veri və depolamalar var. Orada daxil oluruq. Burada əgər istəyiriksə, internetimiz az geçsin. Otomatik burada, əgər bunlar açıqdırsa, bunları bağlayırıq. Hər birini bunları bağlayın ki, sizdə megabayt işlədəndə tez-tez yüklənmə olmasın. Videomuzu burada sonlandırıram. Əgər maraqlı olursa, yararlı olursa kanalıma abunə olub like eləməyi unutmayın. Çox sağ olun dostlar, var olun.